Xoş gördük hamınızı. Bugün Saz Söz axşamında maraqlı bir dastanın çevrəsinə cəm olmuşuq. Seyidi və Pəri xanım dastanı. Bu dastan əski çağlardan üzü bəriyə yol gəlibdi. Dərbənd, Dağıstan çevrəsində ən çox da Şirvan dastançılıq ənənəsində yer alıb. Böyük ustad aşıqlar onu danışıblar. Vaxtilə mən Niftullah Dərbəndlidən eşitmişdim dastanı və çox maraqlı bir süjet təqdim eləmiş. Sonra Əvəz Hacıyev və digər Şirvan aşıqlarının repertuarında dastanı gördüm. Dastanın variantlarının bir qədər çox olduğunu hiss elədim. Bugün sizə təqdim olunan dastanın ayrı variantları da var, biz də vermişik. Amma bugünkü variantın da çox maraqlı bir cizgiləri var. Yenə də deyirəm, Ustad Əvəz Hacıyevin repertuarından aşıqlarımız götürüblər, Şirvan aşıqları. Onları da təqdim edirəm. Rıza Məmmədov hamınız yaxşı tanıyırsınız, gözəl istedadlı bir aşığımızdır. Amil Aksulu da yenə də istedadlı bir aşığımızdır. Rəfail Kazımov balaban ustasıdır və hamımızın illər boyu çox bəyəndiyi bir balaban sənətkarıdır. Digər ifaçılarımız da buradadır. Zəhmət olmasa dəmkeşimizi və digər zərb ustalarını bir təqdim elə. Mənim Qoşa Nağarada bizim böyük sənətkarımız, ustad sənətkarımız Aşıq Əzizxanın evladıdır, Vəzir əmidir. Bəli. Nağarada Vəzir əminin evladı Elbrus qardaşımdır. Maşallah. Balabanda da gənc sənətkarımız, həm dəmkeşdə, həm də gözəl balaban ifaçısıdır. İnşallah burada bugünlər müşahidə edəcək Əmrah qardaşım. Var olun, təşəkkür eləyirəm. Hörmətli tamaşaçılar, bu dastanı təqdim eləməkdə məqsədimiz odur ki, Şirvan dastançılıq ənənəsinin tarixən hansı nöqtələrdən gəldiyini diqqət önündə saxlayaq. Xüsusən də burada hadisələr görəcəksiniz, Xorasan və Kərbəla çevrəsində baş verir. Bu, təqribən Səfəvilər dönəminin 16-cı əsrin əvvəllərindəki məqamlarına da gedib çıxır. Çünki artıq o dönəmdə Xorasan türkmanları və Kərbəlaya İraq türkmanlarının yerləşməsi məsələsinin gerçək olduğu bir dönəmdir və bu çevrədə, bu coğrafiya içərisində bu hadisələr baş verir. Bu dastanın içərisində müxtəlif keyfiyyətlər var, məhəbbət də var, qəhrəmanlıq ənənələri də var. Dədə Qorqud dünyasından gələn izlər var. Məsələn, Beyrək boyuna bənzərlik, Qanturalı boyuna bənzərliklər çoxdur. Hətta Koroğlu dastanının da bir çox məqamlarını görəcəksiniz. Burada atın igidin qardaşı olması, ən müxtəlif məsələlər, buta motivi və s. məsələlər var və eşq yolunda, aşıqlıq yolunda sədaqətin müxtəlif təzahür formaları, son olaraq da öz istəyinə çatan aşiq və məşuq var. Rəmzi məcazi tərəfləri də var, yəni təsəvvüf simvolikasından gələn keyfiyyətlər də var. Amma həyatın özündən, tarixi coğrafiyanın içərisindən doğmuş tərəflər də var ki, bunların dastan gedişatı boyu görəcəksiniz. Mən çox vaxt almaq istəmirəm, istəyirəm ki, bizim Şirvan aşıqları dastanı bir daha təqdim eləsinlər və görəsiniz ki, Əvəz Hacıyevin repertuarından gələn bu dastanda çox maraqlı tərəflər həm tarixən bizim dastançılıq ənənəmizin köklərindən gəlir, həm də Şirvanın özünün musiqi və söz repertuarına gəlir. Görəcəksiniz ki, nə qədər maraqlı ifalar ortaya gələcək. Şirvan havaları və o sözlərlə olan rabitəsi və teatral təqdimatları yəqin ki, aşıqlarımız təqdim eləyəcək. Vaxtı çoxalmayaq, meydan aşıqlarımıza veririk. Buyurun.
Sözün qalsın ey, pərdə, pərdə. Sözün qalsın ey, pərdə, pərdə. Qoysa dilləyə, xərvat hər ayan. Bir aya dalmayın ey, telli sazım. Bir aya dalın, telli sazım, telli sazım. Beyler değire, gelene zamayan. Beyler değire, gelene zamayan. Ben kölsem dayanamam bu dünyadaya. Ben kölsem dayanamam bu dünyadaya. Yüreklerde yay balam, her vazır hayran. Yüreklerde yay balam, her vazır hayran. Mehman kalsın ey, telli sazım. Mehman kalsın ey, telli sazım, telli sazım. Yüreklerde yey, her var her hayran. Mehman kalsın ağalam, telli sazım. Mehman kalsın ey, telli sazım. Sizə hardan xəbər verim, kimdən xəbər verim? Kərbəla şəhərindən Məmməd Sevdəyardan. Belə deyirlər ki, Məmməd Sevdəyarın həddən ziyada varı, dövləti vardı. Dəryalar mürəkkəb olsaydı, meşələr qələm, Məmməd Sevdəyarın var dövlətin yazıb qutara bilməzdi. Məmməd Sevdəyarın Seyidi adında bir oğlu var idi. Seyidi də alicənab, qoçaq bir oğlan idi. Seyidinin də bir atı var idi Alapaça adında. Bu ata da Seyidi baxırdı həmişə. Alapaça at da Seyididən başqa heç kəs yaxın qoymazdı. Günlərin bir günü Məmməd Sevdəyar salamət başın məlamət yastığa qoydu. Ölüm yatağına düşdü. Çağırdı oğlu Seyidini, dedi ki, oğlum Seyidi, sənə vəsiyyətim var. Vəsiyyətim odur ki, haram işlərdən əl çək, halal işə qol qoy. Məmməd Sevdəyar oğlu Seydiyə vəsiyyətini eləyəndən bir neçə gün sonra dünyasını dəyişdi. Apardılar Məmməd Sevdəyarı dəfn elədilər, xəbəri sizə kimdən deyim? Haramılardan. 40 haramılar eşitdilər ki, Məmməd Sevdəyar dünyasını dəyişib, yaxşı var dövləti qalıb. Yığışdılar, gəldilər Məmməd Sevdəyarın evinə. Bunlar evə çatan kimi başladılar ağlaşmağa. Biri əmoğlu vay, biri dayıoğlu vay, biri xaloğlu vay. Seydi dedi ki, ana bizim belə qovmaqrəbəmiz yoxdur, bunlar kimdir? Dedi, ay bala, valla mən də tanımıram kimdir. Amma atman yaxşı dost tanışları vardı, elə onlar olacaq. Götür gəl onları içəri. Seydi bunları gətirdi içəri, məclis quruldu, keyflər duruldu. Bu haramilər də özləri ilə tuluqlarda şərab gətirmişdilər. Başladılar bu şərabdan süzüb içməyə. Seydi dedi, əmi, o nədir elə içirsiniz? Dedi, ay bala, bu sənlidir, bu qəm şərabıdır. Bunu elə adamlar içər ki, onların həddən artıq dərdi səri olsun. Dedi, elə o mənə lazımdır da, mənim atam dünyasını dəyişib də. Elə haramlar da bunu istəyirdilər. Bu şərabdan süzdülər, verdilər Seydiyə. Seydi bu şərabdan kifayət qədər içəndən sonra huşsuz vəziyyətdə yıxıldı, qaldı orada. Haramlar işi belə görəndə durdular evdən nə var isə hamısını çapdılar, taladılar, götürdülər. Seydinin də anasını döydülər, apardılar, atdılar. Həyətdə bir toyuq damı vardı, toyuq damla. Çıxdılar, getdilər. Səhər açıldı, Seydi ayıldı, gördü, ey dili qafil. Baba köçüb yurdu qalıb. Evdən nə varsa hər şeyi
çapıb talib aparıblar. Anasını axtardı, bura baxdı, ora baxdı. Gördü toyuq damından bir səs gəlir. Getdi, gördü ki, anasını döyüb pis vəziyyətə qoyub atıblar bura. Qalxızdı anasını, ay ana, bu nə iş idi bizim başımıza gəldi? Anası dedi, ay bala, mən elə bilirdim ki, aton yaxşı dost tanışı var, aton dost tanışlarıdır. Amma day demə, bunlar haramlarmış. Dedi, ana, bunlar evdə heç nə qalmayıb, hər şeyi götürüb aparıblar. Dedi, ay bala, o vaxtı qaynatam mənə nişan gətirəndə bir bacaqlı gətirmişdi. Bu bacaqlı da bahalı, qiymətli bir şeydi. Dedi, onu qoruyub saxlamışam, apara bilməyiblər. Seyidin anası çıxartdı cibindən bacaqlını verdi Seyidiyə. Dedi, Seyidi, ay bala, apar bu bacaqlını, şəhərdə dəyiş, oradan ayından, oyundan al gətir, bazarlıq elə götür gəl. Seyidi bacaqlını götürdü, gəldi şəhərə. Şəhərə çatanda gördü, saz səsi gəlir. Ayaq saxladı, baxdı, gördü ki, balaca bir emalatxanadır. Bu səs də bu emalatxanadan gəlir. Gəldi, girdi içəri, gördü ki, ustanın əlində bir saz var. Dedi, o sazdan mənə satarsan mı? Dedi, niyə satmıram? Seyidi bacaqlını verdi ustaya. Ustanın da ilk dəfə düzəltdiyi bir saz var idi. Dedi, deyəsən, bu xamdır. Bu elə bu sazı verin buna, çoxdandır qalıb, burada götürsün, aparsın. Həmin sazı götürdü, verdi Seyidiyə. Seyidi aldı sazı. Təzyananı vurdu saza, gördü, yox, bu saz o sazdan deyil. Dedi, usta, qulaq as, sənə bir-iki bənd sözüm var, aldı görək. Göymə kələb üstündə, necə dedi, tərəfindən əzəlir. Sazlar arasında yanmasaz olar. Deyirəm kamilsən, səndən bir saz istərəm. Sazlar arasında yanmasaz olar. Dindirəndən yemiran dili dayan. Dindirəndən yemiran dili dayan. Şeyda bülbüldən ki, şeyda bülbüldən ki, Koşavan yaz olaya lerdilandığıma gözleri karayay. Deyirəm hərədə Mansuru çəkdirdim dara. Deyirəm hərədə Mansuru çəkdirdim dara. İbrahim Peyğəmbəri yaxdırdım nara. Aman 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 Baba bir qaçdı başım qutara. Baba bir qaçdı başım qutara. Onları da qovur qovur, sen tuttun dünya neyle, neyle yaderlandırma gözleri karayı. Deyirəm Seydiyəmə, sözümü eylədim tamam. Deyirəm Seydiyəmə, yaman, 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 Seydiyəm sözümü eylədim tamam. Elə zar eylərəm bəyan, bəyan. Qiymətin sormuşsan, qiymətini sormuşsan, tamam olsun mən. Ondan nə çox ola, nə də yalnız olaya dərdilandığım ay gözləri qarayay. Hörmətli yoldaşlar, söz tamama yetdi. Seyidi bacaqlını verib ustaya, sazı götürdü, gəldi evə.
Seydinin anası da Seydinin yolun gözləyirdi. Gördü Seydi gəlir, qoltuğunda bir saz. Dedi, ay bala, ay Seydi, mən səni gözləyirdim ki, bazardan gedib ayını oyun alıb gətirəsən, bazarlıq edib gətirəsən, bu nədir almısan? Dedi, ay ana, bu sazdır. Dedi, ay bala, saz nədir? Dedi, ana, bunu bizim aşıqlarımız çalıb oxuyur. Dedi, ay bala, sən aşıq olacaqsan, mən aşıq olacam, mən saz nəyimə lazımdır? Düş qabağıma, gedək bunu qaytaraq. Dedi, ana, belə deyirlər ki, sazı qaytarmağın düşər düşməzliyi olar. Anası da Seydinin xətrinə dəymədi. Gecəni yatdılar. Seydinin üstünə kimlər gəldi? Ağalar ağası, qəmbər ağası, ərşin sütunu yerin ləngəri badəli əli. Oğlum Seydi, qalx bu badəni iç. Dedi, o badədən mən bir dəfə çəkmişəm. Dedi, bu o badələrdən deyil, bu eşq badəsidir. Leylini Məcnuna, əslini Kərəmə verən badələrdəndir. Seydi aldı badəni içdi. Dedi, haranı görürsən? Dedi, bir şəhər görürəm. Dedi, sonra nə görürsən? Dedi, bir otaq görürəm. Dedi, sonra nə görürsən? Dedi, o otaqda bir gözəl xanım görürəm. Dedi, o şəhər Xorasan şəhəridir. O otaqdakı xanım da Pəri xanımdır. Pəri xanımı səni Pəri xanıma buta verirəm. Seydi ayıldı yuxudan, sazın götürdü, gəldi anasının yanına. Dedi, ana, dedi, nədir? Dedi, mən gedirəm. Dedi, hara? Dedi, qulaq az. Aldı görək. Sallama gərək üstündə Aşıq Amil necədir? Tərəfindən ərz eləyək. Eşdənlər sağ olsun. Getməli oldum. Canım ana, gözüm ana. Vətən tərk etməli oldum. Canım ana, gözüm ana. Götürdü görək Seydi. Bu havaya bəylər dubeytisi deyirlər. Görək bəylər dubeytisi üstündə. Sonalar uçar gönlümdən, sonalar uçar gönlümdən, doymadım şirin dilindən. Söz tamamı yetən kimi Seydi anası ilə halal hümmət elədi. Sazın götürdü, mindi Alapaça atın, gəldi Xorasan şəhərinə. Xorasan şəhərinə çatdı, bir göy çəmənlikdə Alapaça atı qovran eləyib bıraxdı. Özü də orada yuxuya getməkdə olsun. Sizə xəbəri kimdən deyim? Pəri xanımdan. Pəri xanım da Seydinin yolun gözləyirdi, bilirdi ki, gələcək.
Bu biri tərəfdən də Xorasan şəhərinin şahı Pəri xanıma elçi düşüb Pəri xanımı özünə almaq istəyirdi. Pəri xanım da buna gönül verməmişdi. Odur ki, Pəri xanımın 40 incəbel kənizi vardı. Bu 40 incəbel kənizi çağırdı, dedi ki, pəhləvan paltarı geyinərsiniz. 5-5-300 şəhərdən çıxarsınız, şah bilməsin. Bu nəmdə, bu nişanda bir oğlan olacaq, onu tapıb gətirərsiniz. Bəli, bu 40 incəbel kəniz pəhləvan paltarı geydilər. 5-5-300 şəhərdən çıxdılar. Gəldilər bir göyçəmənlikdə gördülər, bir atot deyir. Yanında da bir oğlan yatıb, cavan oğlandı. Pəri xanım nəmin nişanını demişdi bu kənizlərə. Kənizlər gəldi, baxdı, gördü ki, həmin Pəri xanım deyən oğlandı. Nə qədər elədilər, bunu durğuza bilmədilər. Pəhləvan paltarı geyinmiş qızlardan biri yaxınlaşdı, Seydiyə yapışdı, yaxasından silkələdi. Seydi bir vaxt ayıldı. Gördü ki, başının üstündə əyinlərində pəhləvan paltarıdır, amma qaşlarından, gözlərindən qızı oxşayırlar. Seydi götürdü sazın, ayaq şəşəngi üstündə. Görək necə dedi Aşıq Amil. Bu nişanda oğlan olmaz aləmdə. Bu nişanda oğlan olmaz aləmdə. Sizin bu işinizdə hile var ilə. Yengicə açılmış burcu havayı. Yengicə açılmış burcu havayı. Qaşınızda gözünüzdə hile var ilə. Qaşınızda gözünüzdə hile var ilə. Qaşınızda gözünüzdə hile var ilə. Dedi, bu nişanla oğlan olmaz aləmdə. Sizin bu işinizdə hilə var, hilə. Yengicə açılmış bürcü hamayıl, qaşınızda gözünüzdə hilə var, hilə. Belə deyəndə aldı Seydi, orta şəşəngi üstündə. Allah sizə kibrik verib, qaş verib. Allah sizə kibrik verib, qaş verib. İncidən, səndətdən gözəl iş verib. Altdan yumrulanıb, üstdən baş verib. Altdan yumrulanıb, üstdən baş verib. Qaşınızda, gözünüzdə hilə var, hilə. Əlinizdə, yüzünüzdə hilə var, hilə. Aləm bilir düzü deyir yazaram. Aləm bilir düzü deyib yazaram. Haq da bilir daş yolundan keçərəm. Mən sevdiyəm dağda bağlı gəzərəm. Mən sevdiyəm dağda bağlı gəzərəm. Mənim də işimdə hilə var ilə. Mənim də işimdə hilə var ilə. Mən sevdiyəm dağda bağını gəzərəm. Mən sevdiyəm dağda bağını gəzərəm. Mənim də özümdə hilə var, hiləm. Mənim də özümdə hilə var, hiləyəm. Hörmətli yoldaşlar, söz tamama yetdi. Pəhləvan paltarı geyinmiş qızlar Seydini götürdülər, qoydular alapaçatın üstünə. Görək Aşıq Amil Seydini Pəri xanımın görüşünə necə gətirəcək? Bəli, Aşıq Rza. Oradan Seydini götürdülər. Gətirdilər Pəri xanımın huzuruna. Pəri xanıma da əyal idi ki, Seydi gələcək. Bunlar hər ikisi görüşdü. O tərəfdən də padişah Pəri xanımı özü üçün almaq istəyirdi. Pəri xanım dedi ki, bilirsən nə var Seydi? Dedi, yox. Dedi, gəl biz bu şəhərdən köçək, gedək meşanın kənarında bir alası quraq yaşayaq.
Dedim nə deyirəm? Bəli, elə də elədilər. Köçdülər, getdilər. Meşədə bir arası qurdular, orada yaşamaqda olsunlar. Seydi hər gün tezdən ova gedirdi. Bir gün getdi, boş gəldi. 2 gün getdi, boş gəldi. 3-cü günü Fərxan xanım dedi ki, Seydi, bu nə olan əhvalatdır? Sən gedirsən, boş gəlirsən. Dedi, bilirsən Fərxan xanım nə var? Bəs mən gedirəm, dedi, ova. Bəs ovu nişan alan yerdə sənin siman gəlir, dayanır mənim gözümün qabağında. Bəs ata bilmirəm. Dedi ki, o asan işdir. Fərxan xanım Yasəmən zülfündən bir topa götürüb, ayırıb, verdi Seydiyə. Dedi, Hasan, mən sənin yadva düşsəm, onda bəs bu zülfü qoxuyarsan, o ilə də işlərin düzələcək. Bəli, yoldaşlar, səhər Seydi ova gəldi. Bəş suslamışdı, gəldi bir bulağın üstündə su içərkən, həmin o zülf topası ilə düşdü bulağın kürəbəndinə. Seydi nə qədər axtardı bulağın kürəbəndini, tapa bilmədi. Bu suda gedirdi padişahla, bağından keçib gedirdi. Padişahla da vəzir güllü bağçada seyr edirdi. Padişah gördü ki, su ilə bulandıq gəlir. Vəzir dedi, geç gör o suyu bulandıran kimdir? Vəzir gəldi, gördü ki, Seydidir. Dedi ki, bu suyu niyə bulandırsan? Dedi ki, qulaq as, götürüb görək orada necədir? Qobustanı şikəstə üstündə. Qobustanı şikəstə üstündə aşırırca.
Bəli, yoldaşlar. Dedi ki, sənə deyirəm, bu suyunu niyə bulandırırsan? Dedi, yaxın gəl bir görüm. Birinci, Seydi vəzirin burnunu kəsdi. Sonra qulaqlarını kəsdi. Dodaqları ilə bir yerdə düşdü. Dedi, apar ver bunu padişaha. Əgər o da belə hətərəm eyləsə, gəlib onu da bu vəziyyətə salaram. Vəzir getdi. Şah elə bildi ki, vəzir gülə-gülə gəlir. Dedi, deyəsən işimiz düzəlir. Vəzir gəldi, çatdı yanına. Dedi, bu nə oyundur, bu nə işdir? Dedi, Seydi hülülülü. Dedi, iki kişi sən əməlini danış, bu nə deməkdir? Elə deyir, Seydi hülülü. Şah baxdı, gördü ki, vəzir danışmağa amanı yoxdur, yoldaşlar. Padişah dedi ki, tədbir görmək lazımdır. Seydi günü-gündən qüvvələnir. Bütün əmr elədi, bütün qarlar yığılsın bura. Qarlar gəldi. Birinci qarını qəbul elədilər. Dedi, qarının əlindən nə gəlir? Dedi, mənim əlimdən oruç tutmaq, namaz qılmaq, Allah'a ibadət eləmək. Dedi, yox, səndən də bizə kar olmaz. İkinci qarını qəbul elədilər. Dedi, qarının əlindən nə gəlir? Dedi, mənim əlimdən, onun sözün ona, bunun sözün buna, yaxşı, yalancı, mütəxəssis. Dedi, yox, səndən də bizə kar olmaz. Gördülər bir qarı, ağzı xəzriyə dayanıb. Dedi, onu çağırın bura, nə olsa ondan olacaq. Qarını çağırdılar, qarı gəldi. Dedi, qarı nənə, əlindən nə gəlir? Dedi, mənim əlimdən, sözün aslı mənasında, burada dodaqlarımı tərpətsəm, firədi atı torbası ilə salışdıraram. Dedi, hə, elə bizim adamımız sənsən. Dedi, qarı nənə, Seydiyə bir tələk qura bilərsən? Dedi, niyə qurmuram? Dedi, məndən nə alarsan? Dedi, səndən özüm ağrında qızıl. Dedi, çıx tərəziyə. Qarı dedi, mənə izin ver, çölə çıxım, gəlim. Qarı çıxdı çölə, bir yekə daş tapdı, bağladı qarnına. Gəldi, çıxdı tərəziyə. Dedi, qay qarı nənə, bayaqları belə öyhallı dördün sənə, nə oldu, belə oldu? Dedi, bala, məni bağışla, məndə bəs kök xəstəliyi olur. Bəli, qarı öz ağrında qızıl alıb. Bir dəst yorğan döşəl götürüb, bir cücəli toyuq götürüb, bir saz, bir sazaq, qarını apardılar, qoydular. Seydi gələn yolun üstündə. Seydi Axşamovdan gəldi, yoldaşlar. Gördü ki, bir qarı dayanıb yolun üstündə. Dedi, ay qarı nənə, burada niyə dayanmışsan? Dedi, ay bala, görüm olsun qocalığın üzün qara. Nə qədər cavan idim, əlim iş tuturdu. Oğul qız yanında hörmətim var idi. İndi əlim iş tutmur, yeylərdən gəlib, arana gedirlərdi. Bəs məni burada düşürdülər, çıxdılar, getdilər. Dedi, qarı nənəm, min atın tərkinə sən aparım evimizə. Seydi qarını atın tərkinə mindirmək istəyəndə, alapaça at onun başını ağzına salmaq istədi. Seydi ona bir şillə vurdu. Götürüb qarını gəldilər evlərinə. Qarı xanım dedi ki, ay Seydi, bu qarını hardan gətirmişsən? Bu cuhul qarşısına oxşayır. Dedi ki, yolda düşürmüşdülər. Tək dalaha qalmışdı. Mən də götürdüm, gəldim evimizə. Bizə neyniyəcəyi o? Bəli, Seydi yoldaşlar, səhər tezdən ova gedməkdə. Olsun, axşamdan Pər xanım 40 dənə çubuq kəsib qoymuşdu suyun içinə. Dedi, qarı nənə, soyun paltarı. Bəli, qarı paltarını soyundu. Bu 40 dənə çubuq sınınca Pər xanım bu qarını vurdu. Bəli, axşam Seydi ovdan gəldi. Dedi, qarı nənə, necədir vəziyyət? Dedi, ay bala, laf yaxşı. Yenə səhərsi günü ova gedəndə axşamdan 40 dənə şiş Pər xanım qoymuşdu ocağa qızsın. Bəli, dedi, qarı nənə, niyə gəlmirsən? Dedi, bala, valla sizə qulluq eləməyə, ağ olun, göy olun, qırmızı olun, rəy-birəy olun, sizə qulluq eləməyə gəlmişəm. Dedi, qarı nənə, paltarı soyun. Axşam dedi, sənin masaj eləmişəm, bəs bankələməmişəm, indi səni bankələyəcəm. Bəli, bu 40 dənə şiş soyunca qarının quluncun üstün verdi şişlərə. Qarı dedi, ox, ay bala, elə bu illər mən isti suya gedməmişdim, məndə qulunc xəstəliyi vardı. Elə qarı da aşığırsa, möhkəm qarıydı, ha, elə belə qarı dördü. Qarı baxdı, dedi ki, axşamdan səhərə çıxsam daha ölümdür. Bəli, səhər tezdən yenə Seydi getdi ova, ovlayıb gəldi. Yemək asdılar. Qarı da gözdən oğurlanıb bir ovuz duzu götürüb, atdı yeməyin içinə.
yemək şor idi. Gecənin bir yarısı Seydi dedi ki, Pəri xanım, Pəri xanım. Qarı tez yuxdan ayılıb dedi ki, Pəri xanımı ayılma. Dedi, su lazımdır. Qarı durub bir stəkan suyu götürüb, ayaşı qırca. Atdı iskan içinə bir huşlarım. Verdi Seydiyə. Seydi içdi, tamam huşunu itirdi. Yıxıldı yerə. Qarı çıxdı, çölə bir ton qalqaladı. 40 nəfər cəllad kəstirdi Seydinin başının üstün. Vurun bu Seydin dedi. Bəli yoldaşlar, bu səsə köyə Pəri xanım yuxdan ayılıb, götürüb görək orada necə deyil, biz də şikəstə üstündə ərz eləyək. Kocaman şikəstə üstündə allı görək. Deyirəm başına döndüyüm ay qarı nənən. Deyirəm başına döndüyüm ay qarı nənən. Aman nənəm mən etmişəm sən etmə. Alşı ben oduna bir yan oldum. Alşı ben oduna bir yan oldum. Aman nənəm. Aman ey nənəm. Mən etmişəm sən etməyə. Aman ey nənəm. Mən etmişəm sən etməsənəm. Qurban al dərduna aldım ay. Dedi, vurun bu Seydini. Bunun nə qədər dörsöz, mənim ürəyimdən ah çıxmaz. O qədər də Pəri xanımı yandırar. Pəri xanım yenə ürəyi dözməyib, götürə görək. Necə dedi? Deyirəm qızını ey gülü dəstəyey tutub dəribdi dərbandan yey firhan yerə səribdi yalqızı bənlama qurbanım. Deyirəm qızını ey gülü ey dəstə tutub dəribdi dərbandan yey firhan yerə səribdi. Seydiyə dəyməkdən ailədə Seydi qəribdir. Ey Seydiyə dəyməkdən Seydi qəribdir. Aman nənəm, aman ey nənəm, mən etmişəm sən etməyə. Aman nənəm, mən etmişəm sən etmə neynək. Neynək al dərdin olduğum, ay mənəm sənin gözlərin qurban. Bəli yoldaşlar, cəlladlar Seydini ölmüş bilib, Pəri xanımı, alapası atı götürüb apardılar şahın sarayına. Seydi Allah tərəfindən bir neçə gündən sonra can gəldi. Seydi ayıldı yuxudan gördü ki, alaçıq yanıb, alapası at yox. Pəri xanımı aparıblar. Yoldaşlar, gördü bir çoban onun yanında ağlıyor. Dedi, qardaş, niyə ağlıyorsan? Dedi ki, səndən mənə nə kar olacaq? Dedi, bilim də. Dedi, o dağı görürsən? Dedi, bəli. Dedi, o dağın üstündə mənim bir dostum var idi, Seydi adında. Bəs ona padişah suiqəst elədi, ailəsini də götürdü, apardı. Seydi götürüb sazı, görək orada necə dedi. Biz də yoldaşların qulluğunda ərz eləyək. Deyirəm istərəm ayıbın üzvə deyəm, heç kəsinəm başa vurmadım dünya. Deyirəm istərəm ayıbın üzvə deyəm, heç kəsinəm başa vurmadım dünyaya. Əzəli gələnlərə hörmət eylədir, əzəli gələnlərə hörmət eylədir. Sonra gələnləri
gözledin dünya neyleyim, neyle yaz Erzurum ay gözleri karaya. Eylem yer göğün padşahı Rüstem zalim, ona da bir izzet etmedin dünya yar yar olmaz Bəli, belə deyirlər ki, bunlar burada qalmaqda olsun. İndi sizə deyim Pəri xanımdan. Pəri xanım orada çox belə bir şərtlər qoydu ortalığa. Çünki padşah ona gözü düşmüşdü, onu almaq istirdi. Dedi ki, mən 40 gün Seydinin yasını saxlayacağım. Ondan sonra kim alapası atı gəlib minsə, bəs ondan sonra mən rəy verəcəm. Bəli yoldaşlar, indi Şah Mehtər gəzir. Seydi eşitdi ki, Şah Mehtər gəzir. Bir dəst Mehtər paltarını geyinib, gəldi Şahın huzuruna. Şah dedi ki, kimsən, nəçisən, nə karasan, hardan gəlib, hara getsən? Dedi, Şah sağ olsun, mən Mehtərəm. Dedi, adın nədir? Dedi, adım Dəli Mehtər. Dedi, atağın adı nədir? Dedi, Dəli Mehtər oğlu. Dedi, familyon nədir? Dedi, Dəli Mehtərov. Dedi, səninlə bir şərtim var. Dedi, Şah sağ olsun, buyur. Dedi, o tövlədə bir dənə at var. Əgər onu minib sürsən, sənə özün ağlında qızıl verəcəm. Yox, minib sürə bilməsən, bədənindən başını ayıracam. Dedi, Şah sağ olsun, mən hazır. Seydi yavaş-yavaş gəldi, damın qapısını açdı, içəri baxmaq istəyəndə alapaçı at istədi ki, onun başının salsın ağzına. Seydi ona bir şillə vurub, götürüb görə başın qoydu sinəsinə, qocaman şəslə üstündən necədir? Deyirəm başına döndüyüm qurban oldum, Seydi ağlar, səmən dağlar, yararlar, alışmək adına bir yanım oldum, Seydi ağlar, səmən dağlar, yararlar, yer yatar. Bəli, Seydi dedi ki, mən yağının içindəyəm, mən neyinirəm? O tərəfdən də Pəri xanıma xəbər getdi ki, bəs bir dənə Mehtər gəlib, atı çölə çıxarmaq üzrədir. Pəri xanım bir stəkan zəhəri doldurub qoymuşdu pəncəriyə. Kim bu alapaçı atı minib bir cilov sürsə, bəs mən özümü zəhərləyəcəm. Seydi dedi ki, Şah sağ olsun, bu atın yəhəri yügəni hanı? Dedi, çıx o ikinci mərtəbədə bir gəlin var, ondadır, al gətir. Dedi, Şah sağ olsun, mən ora çıxa bilmərəm. Dedi, bədbax oğlu, gözəli görmək özü də savabdır. Çıx o gəlindən atın yəhərin yügənini al gətir. Seydi çıxdı ikinci mərtəbəyə, qapını açdı içəri girəndə. Pəri xanım dedi ki, səni görün bütün bədənin gülləyə gəlsin, ancaq iki gözlərindən başqa. Dedi, xanım, elə niyə deyirsiniz? Dedi, gözlərin Seydinin gözünə oxşayır. Belə deyəndə, Seydi dedi ki, xanım, görün huzurunuzda dayanan kimdir? Baxdı, gördü ki, Seydidir. Hər ikisi görüşdülər. Atın yəhərin yügənini aldı, gətirdi. Atı yəhərliyib, yügənliyib, mindi, gətirdi cövlanə. Götürüb görən Seydi orada necə dedi? Ayaq şəşən gülsünlər, biz də yoldaşlarım bunu vərz eləyək. Geydim xalatımı, mindim atımı, can alıcı canladılam gəlmişəm.
Pəri xanım gördü ki, Seydi atı minib. Pəri xanım da o tərəfdən bir at minib, Yasəmən zülfündən sazanızı eyləyib, götür görək orada, ordu var üstündə. Necə dedi, biz də yoldaşlarımızla ərz eləyək. Sən o yandan, mən bu yandan, sən o yandan, mən bu yandan. Qoyma qosum Seydi, qoyma, qoymaram düşman qanlar, qoymaram düşman qanlar. Qoyma qosum Seydi, qoyma, qoyma qosum Seydi, qoyma, qoyma qosum Seydi, qoyma. Mimmi sənələ basalir, kəstirib sanqar küçəlir. Mimmi sənələ basalir, kəstirib sanqar küçəlir. Qoyma kənardan qaçarır, qoyma kənardan qaçarır. Qoyma qocaq Seydi, qoyma, qoyma qocaq Seydi, qoyma, qoyma qocaq Seydi, qoyma. Qoyma kənardan qaçanı, qoyma kənardan qaçanı. Qoyma qocaq Seydi, qoyma, qoyma qocaq Seydi, qoyma. Qoyma qocaq ay, Seydi, qoy, ay. Bəli, aradan qaçan vəzir idi, onu da cəhənnəmə vasil elədilər. Qarı orada, qarı burada. İndi qarını axtarırlar, qarını tapa bilmirlər. Bütün şəhəri ələk-fələk elədilər. Qarını tapa bilmirlər. Gəldilər həmin çobanın yanına. Ay qardaş, burada bəlkə adam insan görərsən. Dedi, vallahi bayaqlar bir qarı burada, hərrənirdi. Ola bilsin kahalara girib. Seydi gəldi, baxdı, gördü ki, qarı girib kaha. Dedi, qarı nənə, gəl çıx çölə. Dedi, yox. Dedi, qarı nənə, gəl çıx çölə. Dedi, yox. Götürüb gələn orada Seydi, necə dedi? Dəstini ver dəstimizə, dəstini ver dəstimizə. Onun da halın keçər necə? Düşman gəlsə üstümüzə, düşman gəlsə üstümüzə. Onda halın keçər necə aynənə, onda halın keçər necə aynənə, onda halın keçər necə aynənə. Həssi qarı, hüssü qarı, sən pançağın dostu qarı. Həssi qarı, hüssü qarı, sən pançağın dostu qarı. İndi bələm düstü qarı, indi bələm düstü qarı. Onda halın keçər necə, aynənə, onda halın keçər necə, onda halın keçər necə. Bəli, Seydi qarını kahdan çıxartdı, bir qatırın quyruğuna bağlayıb, onu da beləsinə cəhənnəmə vasil elədilər. Pəri xanımla Seydi bir-birinə qovuşdular. 40 gün 40 gecə toy elədilər, toylarına 2 aşıq gətirdilər. Bəli, aşıqlar onların toylarını götürüb görək, necə başladı. Biz də ərz eləyək. Dedim ay kız yol ver geçim, dedim ay kız yol ver geçim. Kayıt buradan olmaz dedi, kayıt buradan olmaz dedi. İnsan böyle güzel değil, insan böyle
eşkindən xəstəyəm. Dedim eşkindən xəstəyəm. Buna dərman olmaz dedi. Buna dərman olmaz dedi. Buna dərman olmaz dedi. Buna dərman olmaz dedi. Dedim yolunda duraram, dedim yolunda duraram. Dedi özgəsinə yaram, dedi özgəsinə yaram. Dedim qurbanın olaram. Dedim qurbanın olaram. İşi qurban olmaz dedi. İşi qurban olmaz dedi. İşi qurban olmaz dedi. İşi qurban olmaz dedi. Aman aman Bəli, burada dastanımız sona çatdı. Bütün Azərbaycan xalqına toylu düğünlü günlər nəsib eləsin. Eşdən və tamaşaçılarımız, dinləyicilərimiz xoş və firavan olsunlar. Çox sağ olun, çox var olun. Siz də var olun, mən təşəkkür eləyirəm. Şirvan dastançılıq ənənəsi şübhəsiz ki, bu istiqamətdə dastanlara meyillidir və mən diqqətlə izlədim. Dastanın içərisində 10-12 təqribən Şirvan havasından istifadə olundu və bu havaların bir hissəsi də həm tarixi anlamda çox qədimlərdən gəlirdi. Məsələn, Qobustanı və Qocaman şikəstə, Bəylər Dübeytisi və s. havalar var idi ki, onları daim diqqətdə saxlamaq lazım. Bu dastan yaxşı ki, onları bir daha diqqətə gətirdi. Mən başlanğıçdan baxdım, gördüm Mırza çox ustayana giriş verdi. Sonra davamında Amil eyni axarı qorudu, apardı. Bizim ustad balabançımız həqiqətən çox məharətlə bu işi gerçəkləşdirdi. Yanındakı da dəstək verdi və inşallah o da balabanda öz işini görəcək. Rafael, mən sənə və o yanındakı balabancıya inanıram ki, Şirvan ənənəsində, balaban ənənəsində bu keyfiyyətləri qoruyub saxlayacaqsınız. Bizim zərb ustalarımız da öz işlərini ləyaqətlə gerçəkləşdirdilər. Bütün dastan boyu gedən o gedişatda ritmik keyfiyyətlər, o cümlədən sizin balabandan verdiyiniz melodik keyfiyyətlər ki, söyləyicini izlədi balaban, bunun əhəmiyyəti olduqca çox idi. Bu dastanın əhəmiyyəti bir də oradaydı ki, burada həm Dədə Qorqud dastanlarından gələn bir çox keyfiyyətlər var. Məsələn, mən bayaq da dedim, Qanturalı və Selcan xatın boyu və yaxud Bamsı Beyrək boyundakı iki sevgilinin biri-birinə münasibəti, iki sevgilinin sədaqəti və bu yolda olan çətinliklərə, məşəqqətlərə duruş gətirməsi və son olaraq bu, deyək ki, yolda, bu mücadilə yolunda qalib gəlmələri. Və Koroğludan da bir çox şeylər göründü. Xüsusən at məsələsi, o Alapaça Səmənd atın öz yiyəsini tanıması, onunla münasibətləri Koroğlu'dakı bir çox məqamlarda Koroğlu və onun qıratı, digər mətləbləri ortaya gətirdi. Onlarla uzlaşdı. Bu mənada bu dastanın və bu sıradan olan digər dastanlar da var. Onlarda da bahadırlıq, cəngavərlik və məhəbbətin bir qovuşuğu var. Məsələn, Şah İsmail və Gülzar dastanındır, Novruz və Qəndab dastanıdır. O cümlədən Seyidi və Pəri xanım da o sıradan olan ənənədədir və bugün yaxşı ki, siz Şirvan aşıqları bu ənənəni qoruyursunuz. Bunun içərisindəki tarixi düşüncə yaşasın. Baxın, Səfəvilər dövlətində Xorasan və Kərbəla arasındakı coğrafi rabitə var. Bu bizim dövlətçilimizin içində olub və dastan düşüncəsinə də yeriyibdir. O mənada Şirvan ənənəsində bunların qorunması olduqca vacib idi. O keyfiyyətləri yerinə yetirdiğiniz sizə təşəkkür edirəm. Yeni nəsillərə də öyrətmək lazımdır.
Əvəz Hacıyevi mən yaxşı tanıyırdım. Allah rəhmət eləsin. Böyük ustad idi. Digər Şirvandan böyük ustadlar var idi. Onların da repertuarında bu dastan var idi. Və sizlərlə bu yol davam eləyir. Sizdən sonra yeni nəsillər də qoy görsün. Çünki tarixdən uzaqlaşsaq, biz tarixi qorumalıyıq. Tarixin qorunduğu yerlərdən, istiqamətlərdən biri də dastan yaddaşımızdır. O ənənəni qoruduğunuz üçün, təqdim etdiyiniz üçün hamınıza ürəkdən təşəkkür edirəm. Var olasınız. Hörmətli tamaşaçılar, bugün doğrudan əski çağlara bağlı olan və öz deyək ki, o süjet xəttində məhəbbət və cəngavərlik motivlərini birləşdirən bir dastanı təqdim elədik. Bu istiqamətdə ənənəmizin ən müxtəlif yörələrdə, tutalım ki, təkcə Şirvanda yox, həm də Təbriz, Qaradağda, Urmiyada, ən müxtəlif bölgələrdə yaşayan ənənəmizi, dastan ənənəmizi daim diqqətdə saxlamalıyıq. Yenidən xoş günlərdə, dastanlı günlərdə görüşməyə arzusundan sağ olun, Allah amanında.